Nazirlər Kabineti əmək pensiyalarının təyin olunması, hesablanması, yenidən hesablanması, bir növdən digər növə keçirilməsi və ödənilməsi qaydasında olunan yeni dəyişiklikləri təsdiq edib. Yeni qaydalarla daha tez pensiyaya çıxmaqla bağlı prosedurlar daha da sadələşib və əlçatanlıq artırılıb. Oxu24 son məlumat verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. Deputat əlavə edib ki, əmək pensiyaları haqqında qanunun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda yer alan incəsənətin xüsusi sahələri, yeraltı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə azı 12 il altı ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu hüququn reallaşması üçün isə həmin vətəndaşlarımızın işlədiyi müəssisə üzrə işə götürən tərəfindən arayış təqdim olunmasına ehtiyac vardı. Amma bəzi hallarda xüsusən həmin müəssisələrin fəaliyyətlərini dayandırması səbəbindən belə arayışların alınmasında çətinliklər yarandı. Nəticədə bəzi hallarda vətəndaşlarımız öz pensiya hüquqlarından daha tez istifadədə çətinliklərlə üzləşirdilər. Yeni dəyişikliyə əsasən qeyd edilən səbəbdən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq. Bu zaman güzəştli sahədə iş stajının hesablanması isə əmək və məşğulluq alt sistemindən əmək müqavilələrinə dair çıxarışda olan qeydə əsasən aparılacaq. Bununla yanaşı əmək kitabçasında olan qeydə və ya dövlət arxivinin arayışına əsasən də təyinat mümkün olacaq. Yeni dəyişikliklər ilə qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin əmək pensiyası hesablanarkən əmək haqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa, vətəndaşa həmin məbləğ təyin ediləcək. Yəni bu hallarda vətəndaşın gözlənilən pensiya məbləğində artımlar olacaq. Daha sadə izah edək, güzəştli şərtlərlə pensiya hüququ olan vətəndaşımızın əvvəllər işlədiyi iş yeri bağlanıbsa və arayışa ala bilmirsə, yeni qaydalardan sonra əmək kitabçasında qeyd və ya arxiv sənədi ilə təyinat mümkün olacaq və hansı pensiya növü üzrə məbləği yüksək olarsa, vətəndaşımız daha çox olanı seçmək hüququna malik olacaq. Bu isə pensiya təyinatının asanlaşdırılmasına və bir sıra hallarda pensiya məbləğlərinin artmasına xidmət edəcək, Vüqar Bayramov bildirib.